Canlı yenidən evlərinizə qonaq edirik. Əziz dostlar, regionun ən böyük tikinti bazarı olan MRT inşaatdayıq və daxil olduq bu gözəl məkanımıza. Və burada gördüyümüz kimi setkalar hamısı qiymətləri üzərində və ölçülər də üzərindədir ki, rahat şəkildə gəlib baxıb ala bilərsiniz. 55 manat, 42 manat, 64 manat bu yağlı bildiyimizdir. 76 manat, 52 manat. Turar. Yəni də burada tikinti sahəsinə aid olan nə istəyirsinizsə var. Hətta burada yəni kəsilib vermək imkanı Bəli, var. bütün şəraitin, bütün imkanları var. Müştəri neçə metr istəyir, o imkanını, o metrajı vermə ehtimalımız var. Yəni armatur olsun, nəinki armaturlarda, hətta elə profillərin özündə, o qonniklərdə, şibellərdə, qubul tavırlarda. Haydi gəlir məsələn avtomobilə daşımaq və yaxud da ki 4 metr ölçüsündə lazımdır. Avtomobilə daşıya bilmir və yaxud da elə aparıb təzədən evində, mənzilində kəsmək imkanı yoxdur. Burada dostlarımız onlara rahat şəkildə kömək edirlər və belə kəsirlər avtomobillərə. Neçə metr istəyirlər verə bilirik, bəli. Yenə də armaturlarımız gəlibdir. Armaturlarımız da gəlib. Bu günlərim bizim taxtalarımız da gəlib. Strafilə dediklərimiz 5-15 gəlib, 5-10 gəlib, 5-20 gəlib, 5-18 gəlib, 2 yarımın ona gəlib. Maşallah gələn kimi müştərilərimiz başlayırlar artıq taxtalarını alıb aparmağa. Çünki havalar isinir, biz bilirik yay aylarında daha çox təmir tikinti işlərinə insanlar başlayırlar ki, şpakulyovkanın qurulması, nə bilim, taxtanın qurulması, betonun qurulması bu kimi hallar yay aylarında daha tez baş verdiyindən insanlar gözləyirlər yay aylarında ki, onlar təmir tikinti işlərinə başlasınlar. Mövsüm, yəni tikinti mövsümüdür. Taxta deyəndə, yəni taxta da taxtadır da, yəni ona görə müştərilərin üstünlükləri var, taxtanın tez satışı var. Çünki taxtalar da gördüyünüz kimi hamı görür. Standartdır, heç bir problemi yoxdur bu taxtaların, quru taxtalardır, ona görə rahat şəkildə dostlar alıb istifadə eləyə bilirlər. Kim hansı müştəri, hansı taxtalar istəyirsə var, yəni yox, bir sözü yoxdur da, yəni. Ona görə də gözünün qabağında da qoydu, hələ bir beləsi də bizim, hələ bundan da çox ikinci ərazimiz, ikinci sahəmizdə var. Gəlib boşab, bugün gəlib taxtalarımız. Axşam gəldi bunlar, bəli, axşam gəldi, hətta belə bir pol taxtalarımız da gəlibdir. İndi inşallah gedəndə sizə onları da təqdim edəcəyik, müştərilərimizə onları da təqdim edəcəyik. Yaxşı pol taxtaları 2 il. Yəni taxtanın kənardan artıq o rəngindən, ağıllığından, təmizliyindən görürsən ki, yəni tam olaraq ideal taxtadır. Taxtadır, qaralır, uzun müddət yolu. Taxtalar hamısı Rusiya Federasiyasından gələn taxtalar. İndi müəyyən bir vaxtlar keçir. Yağış, orada da yüzündə hal-hazırda, yəni yağışdır, qardır, onlarda mövcud var. Yəni bu gəl qalır bizim gün vurur, istər-istəməz qaraldır edir, amma faktik gözünün qabağında olan taxtalardır. Ağappaq, şam, ağappaq. Şam taxtalardır. Bəli. Taxtalarımız yenə dediyim kimi bu hal-hazırda 5-12-dir, 4,5-12-yə satışımızdır. Yəni bunu evdə pol üçün istifadə edirlər. Yox, bu dam örtüləri. Dam örtüləri. Bəli, pul taxtası üçün ordaylardır. Amma yəni bundan da istifadə edənlər var, onu da deyim. Bunlardan istifadə edirlər qavaqlar, bunları alıb bir müddət qurudandan sonra, təmiz quruyandan sonra. Yəni pola istifadə edirlər. İndi təbii ki, bir qədər müasir erkək dişili pol taxtaları var. Tam quru şəkildə bağlaması da başqadır. Ona görə daha rahatdır. Həm üzəri də tam olaraq sığallıdır. Yəni ondan da istifadə edilmək olur, bundan da istifadə edilmək olur. Yəni ümumiyyətlə taxta daha məqsədə uyğundur ki, müəyyən vaxt keçəndən üzərinin lakı falan gedəndən sonra yenidən şüqalanıb, yonulub, təzədən yeni dolğusu lakını vurub, yeni istədiyin rəngi almaq mümkündür. Tamamilə doğrudur, tamamilə. Sonra bizim yenə də sementlər gəldi, yenə şpakulyovkalarımız gəldi. Norm sementi dönənlərim gəldi. Fiber də gəlib. Ağdağı gəldi, fiberi də gəldi. Mətanətin, Ağdağın astarı, üzlüyü, dirəyi, yəni hamısı hərəsindən bir kapolojla həmişə olduğu kimi, yəni enzi kimi mütləq olmalıdır. Sonra normlarımız gəldi, dönənlərim həm yaşıl, həm sarı. Fiber də gəldi. Burada da əziz dostlar. Yəni biz də ümumiyyətlə MRT inşaatda bitməmiş məhsul üzərində mütləq məhsul əlavə olunur ki, müştərilər də gələndə görsünlər ki, bundan bir dənə deyil. Onlarla yüzlərlə çeşidimiz var. Onun üçün də burada yenə əziz dostlar. Norm sementi dünənlərim təkcə norm sementi 10 maşın gəlib təkcə. 10 tır. Yəni ehtiyac olur bu norma. Mütəmadi olaraq müştərilərimiz bəli çox nətər deyim, fayal simentdir, çox satışı gözəl simentdir. Həm də keyfiyyətlidir. Olduğu üçün də dayanmır. O da ondan sonra akorddur. Mətanət də gəldi, keramika yapışdırıcısı. Bəli. Norm pozun içində var. Var arkozun içərisində hədiyəmiz. Arkozumuz da var. Arkozun içərisində əziz dostlar
Biz məlumat vermişdik, yenə məlumat verək ki, arkosementlərin içərisində 50 kiloqramlıqdır, gördüyünüz kimi və içərisində 20 qəpiklik kupon var. Yəni uduş var ki, 20 qəpik sizin büdcənizə yenidən qayıdacaq. Odur ki, bu simentdən alanda içərisində çıxdığınız kuponu gətirirsiniz MRT inşaata təqdim edirsiniz. 20 qəpiyinizi necə deyərlər? Kassaya təqdim edirlər. Geri alırsınız. Satış ofisində kassaya təqdim edirlər və avtomatik olaraq 20 qəpik müştəriyə qaytarılır. Hər kisəyə uyğun. Hər ikisədə. Azmenton simentimiz də var. Azmenton. Bəli, yaşlı da var, qırmızı da var. Onlar da 50 kilodan ibarətdir. Sonra bizim Holtinlərimiz var, holtinlərimiz, spinitlərimiz, Qaradağın 500 marka, 400 marka, 300 marka. Pol Və taxtalarımız. axşam bəli, səhər-səhər, əslində səhər-səhər gələn pol taxtası. Hal-hazırda Süper. gördüyünüz kimi uşaqlar yerlərinə vururlar. Hə. Satış üçün bəli, təzə gəlib Satışa hazırdır. Bəli, təmiz pakovka, quru taxta, Ağa, 2 yarım. Üzəri də ştuq olunmuşdu ama. Bəli, Çox bəli. səliqəli. Çox gözəl. Birbaşa vur. birbaşa. Müəyyən bir yer işğal isə müəyyən indi çadırlıq yerləri ola bilər içində. Hündürlüyü, alçalığı ona görə bir dəfə aparat düşdü, ondan sonra lakını vur, dolğusun, lakını vur, tutsun. Yəni tərtəmiz Qurudur. yanmalıdır. Üzərində düyünü yoxdur. Çox gözəldir. Adətən təmiz mallardır. düyünlü pol taxtalarını insanlar evə vurmaq istəmirlər ki, müəyyən bir vaxtdan sonra həmin düyün yerlərindən O da bir gözəllik. O da bir gözəllikdir. Düyünün baxın hansı düyün? Var da düyün var ki, xırda düyündür, düyün var böyük düyündür. Əslində xırda düyünlər polda çox gözəl görünür. Görkəmi var, amma o düşməyən şeydir. Amma böyüklər düşür. Amma böyüklər var ki, hər iki tərəfdə düyün eyni istiqamətdədir. Müəyyən vaxt keçəndən sonra artıq deformasiya olur, həmin düyündən atır. O da gələcəkdə problem yaradır. Yox, amma bu pol tahtasında burada yoxdur. İstehsalat zamanı, yəni elə düyünlərə imkan vermirlər ki, elə bir şeylər olsun. Çünki bu mütləq ki, bir müddətdən sonra düyün düşməlidir. Amma xırda bəzəklik, məsələn, burada göründüyü. Yox, indi bunlar bəzəkdir, bunlar görünüşdür, bunlar gözəllikdir, bu heç. Beləsi lak buranda işıl-işıldır, qeyri-adi bir gözəllik. Həm də üzəri yolunda bunlar biraz da üzə çıxır, daha gözəl görkəm verir. Yeni gəldi, əziz dostlar, yeni gəldi. 2 yarımlıq da gəlibdir, 6 metrəli, 2 yarımlığı, üçlüyü də var. Bu hal-hazırda gördüyümüz üçlüktür, o gördüyümüz ikilik, 2 yarımlıq. Bu üçlük. 6 metrəsi, 4 metrəsi, 5.70'i, yəni hər bir razmerilərimiz var. Vagonkalarımız gəldi. Yəni ölçülərimiz var. Bəli, vagonkalarımız gəldi. Bax buyurun. Vagonkalarımız da buradadır. Uşaqlar da vurdular müəyyənlərin yerinə. Vagonkalarımız da. Bu hazırda gördüyünüz bu da 2 yarımlıq pol taxtalarımız və bu da vagonkalarımız. Vagonkalarımız. Eyni zamanda burada da var. Vagonkalarımız. Əziz dostlar, göstərək. Adam istəyir öz evin polunu bu taxtaları görəndən sonra dəyişsin. Çox qəşəngdir. Bəli, sadə vagonkalarımız gəlib. Və 6 metrə və 4 metrə. Super vəziyyətdədir. Və çox gözəl də bağlamalarda həyatı keçirdilər. Yəni bunların üzərinə qar, yağış, su, nə bilim, heç bir şey əlavə olunur və tam quru taxtalardır. Bəli. Ən çox da bunu belə pakovkalamaq məqsəd yağışdan qorunması. Çünki pol taxtaları istənsə paketdə olduğu müddətlə nəmişlik yaranarsa, hansısa bir görəyərmə baş verə bilər. Bəli, baş verə bilər. Ona görə belə paket olmasında, yəni satış. Bunlar neçə metrdir? Bunlar da 10 yarımın, 2 yarım qalınlığı, 10 yarım eni, 6 metr uzunluğu. 6 metr uzunluğu. 4 metrə də olur, 6 metrə də olur. 5.70 hətta belə var. Var. 5.70. Yəni bunu bir dəfəyə də vura bilərsiniz əgər böyük evdirsə. Bəli, 6 metrə evlərə tamamilə birbaşa vurur. Daha rahat olur. Yəni heç bir yeri kəsilmir, itkiyə getmir. 4 metr isə 4 metr yenə kəsən və paxlava fason da vurmaq olur bunu. Yəni naxışlı da vurmaq olur. Ustadan asılı, nə fason ustadan asılıdır ki, bunun çalaqlarının sağ-sol bir-birini ötürməklə bir də parket kimi aldırırlar. Polda daha gözəl görünüş yaratmaq olur və hətta mən ev sahiblərinə görmüşəm ki, bunları alırlar 1 metrdən və ya 50 santimdən doğrayırlar. Elə kvadrat vururlar, sanki parket vurmuşsan. Onun da özündə bir gözəlliyi var. İndi o da ev sahibinin istəyinə uyğundur ki,
həyata keçirilir və daha gözəl görkəm yaratmaq üçün öz mənzilində bütün bunlardan istifadə edirlər. Yəni ən əsası nədir? Bu pol taxtalarımız var, bu gün gəldi. Odur ki, əziz dostlar, siz də ev tikməyə başlamışsınızsa mütləq şəkildə gəlirsiniz MRT inşaata. Burada tikintiyə aid A-dan Z-yə hər bir şey var. Odur ki, rahat alırsınız, aparırsınız, evinizi tikirsiniz və təkcə bunları almaqla həm də siz avtomobil udmaqla şansı əldə edirsiniz ki, bizim lotereya kampaniyamız həyata keçiriləcəkdir. Hər lotereyamızda hər hansı bir avtomobil mütləq olacaq. Yəni avtomobilsiz bizim lotereyamız olmayacaq. Yəni ilin 365 günü MRT inşaatda siz hədiyyə qazanmaq şansınız var. Hər 50 manatlıq alış-verişə bir kupon əldə edəcəksiniz inşallah və bu bizim lotereyamızda Niva markalı avtomobil oynanılacaqdır. Eyni zamanda burada gördüyünüz nə istəsəniz almağa imkanınız, pulunuz yoxdursa yerindəcə şəxsiyyət vəsiqəsi ilə kredit şərtləri ilə də rahat şəkildə əldə edə bilərsiniz. Bir kart, taksit kart da keçərlidir. Yetər ki, gəlin MRT inşaata. Bizim də istədiyimiz ondan ibarətdir ki, nə tikməyinizdən asılı olmayaraq bərabər tikək, bir yerdə tikək. Çünki MRT inşaat bu amalına yaşayır ki, dostlara, insanlara kömək etsin. Müxtəlif vaxtlarda endirimlər də olur deməli. Gündəlik olaraq endirimlər də mövcuddur ki, bu endirimlərdən də yararlana bilərsiniz. Hal-hazırda dam örtüklərimizdə də hal-hazırda endirimlərimiz davam edir. Davam edəcək ki, güman ki, bu ayın sonuna kimi də davam edəcəklər. Özdə yəni çox mükəmməl endirimlər var. Yəni ən aşağısı bir profnasında bir 8-10 manat endirim var. Hər profnasında bir 3 ay bundan qabağa, 2 ay bundan qabağa baxanda hər profnasında bir 10 manat enmə var. Yəni düzdür ki, bir çəkilib paylaşdıq. Ondan sonra da müəyyən müştərilər zəng elədi, özləri gəldi və özümüz göndərdik və Allah'a şükür ki, hamdı razıdır və hətta belə soruyorlar ki, dal olacaqmı, dal olacaqmı? Davam var mı? Hələ ki var. Hələ ki, yəni bu ayın sonuna kimi gözlənilir ki, belə bu stabil vəziyyətdə qalsın. İnşallah buyurarlar, təkliflərimizi eləyərik, göstərərik. Hansı rəng asılı olmayaraq, hansı qalınlıq, hansı ölçü var. Nə istəyirsiniz, olmasa belə hətta gətirəcəyik. Yəni heç bir problem, heç bir narahatlıq yoxdur. Ona görə MRT inşaata gəlin, eviniz bizimlə daha mükəmməl, daha gözəl olsun. MRT inşaat, birlikdə etmək.